Bismillahirrahmanirrahim. Günümüzdə insanların çoxlarının, belə deyərdik, şikayət elədiyi məsələlərdən də biri aramlığın olmamasıdır. Bir çox insanlar narahat hiss eləyirlər özlərini. Aramlığın olmamasından şikayət eləyirlər. Niyə görə insan aramsız olur? Hətta aramsız, narahat olan insan öz işlərində də narahat halda iş görürsə, işləri də xeyirsiz və uğursuz olur. Narahat halda qərarlar verirsə, qərarlar da belə deyək, faydasız olur. Bəzi insanlar aldadıcı şeylərdən istifadə edirlər. Məsələn, Hindistanda bir ziyalı bir kişi var idi ki, o belə bir üsul həyata keçirirdi və hətta başqalarına da tövsiyə edirdi ki, bundan istifadə eləsinlər. O da nə idi? Bir ətir, gözəl bir ətir şüşəsi öz cibində həmişə gəzdirirdi. Hansı günlərdə, hansı hallarda ki, xoş, pozitiv bir məclisdə olurdu, xoş bir insanla görüşürdü, xoş bir hadisə yaşayırdı, həmin vaxtı tez həmin ətir şüşəsini açıb iynəyirdi və qoyurdu cibinə. Və nə vaxt ki, pis bir hadisə ilə üzləşirdi, dərhal da həmin ətir şüşəsini açıb iynəyirdi və həmin o pozitiv hadisəni, xoş günləri yada salmaqla özündə bir növ, belə deyək, aramlığı saxlayırdı, özünün pis olmamasının qarşısını alırdı, istəmirdi ki, pis olsun. Bu təbii ki, aldadıcı bir şeydir. Bəzən görürük ki, biz həyatımızda bəzi insanlar var ki, təbii ki, iman əhlindən olan insanlar deyirlər ki, Quranda Allah Teala buyurur ki, Əla bi zikrillah tətməinnul qulub. Allah'a zikr eləməklə insanların qəlbi nə olar? Aram olar. Amma biz baxıb görürük ki, Allah'a zikr eləməklə qəlblərimiz aramlıq tapa bilmir. Nə çatmır, nə olmalıdır ki, insan bu həyatda aram olsun, rahat olsun, qərarlarını da aram verə bilsin, işlərini də aram olaraq görə bilsin, narahatçılıq ondan uzaq olsun, getsin. Dinimizin göstərişi budur ki, 4 şeyi insan gərək tanısın. Əgər 4 şeyi insan tanıyarsa, məlumatda olması yoxdur. Çünki məlumatla mərifətin arasında fərq var. Məlumat budur ki, biz hər hansısa bir şeyin barəsində məlumat əldə edirik. Mərifət budur ki, həmin o şeyin barəsində biz məlumatdan əlavə həmçinin də onu qəbul edirik və həmin şeyi doğruluğu ilə tanıyırıq. Ona görə dinimizin göstərişi budur ki, 4 şeyi insan əgər tanısa, o halda insan aram olar. Heç bir şey onun aramlığını aradan apara bilməz. Məsum imamlarımız da, peyğəmbərlər də və tanıdığımız aram olan böyük şəxsiyyətlər də din sahəsində. Onlar buna riayət ediblər, belə olublar deyənə, ona görə də onlar aram olublar. Həmin o 4 şey nədir? 1. Allah. 2. İnsanın özünü tanıması. 3. Dünyanı tanıması və 4-cüsü də axirəti tanıması. Bu 4-dən başqa bir şey deyil. Allah'ı tanımaq, insan əgər Allah'ı tanıdıqca insan aram olur, rahat olur. İkincisi, insanın özünü tanıması. Yəni, necə hər bir insan deyə bilər ki, mən özümü tanıyıram. Yox, bu mənada ki, insan özündə olan istedadları, özündə olan potensialları bilməlidir ki, mənim gücüm, qüdrətim, tutumum nə qədərdir. Və hər bir hadisənin qarşısında da mənim gücüm nə qədər yetərlidir. Bu halda həmin insan arxayın olar, aram olar. Və üçüncüsü də dünyanı tanıması. Dünyanı tanımaq budur ki, yəni dünyada gedən hadisələrdir, proseslərdir və dünyanın mənə təsiri nə qədərdir, hadisələrinin təsiri nə qədərdir və bunu bilməsidir ki, dünyanı tanıdıqca insan da öz potensialı, öz tutumu, öz istedadı qədərində onunla, belə deyək, ünsiyyətdə olur, dünyanla bacarır, hadisələrlə öhdəsindən gələ bilir və axirəti tanıması və bilməsi ki, bu dünyada müvəqqəti olan bir keçid məntəqəsidir ki, bundan sonra mən axirətə gedəcəyəm. Bu 4 məsələnin barəsində mərifətin olması, yəni insanın həqiqətən onları öz tutumu, öz dərk elədiyi, öz tutumu çərçivəsində, öz gücü, qüdrəti qədərində, tutumu qədərində tanıması insanın aram olmasına, özü də əbədi aram olmasına səbəb olur.